Amerikada yaşayırsansa bunları bilməlisən. Bəzən təcili tibbi yardım çağırmaq $1000-dan baha başa gələ bilər. Ona görə də insanlar təcili yardım çağırmamışdan öncə 2 dəfə fikirləşirlər. Bir çox insan qonşusunun adını belə bilmir. Baxmayaraq ki, illərləndir eyni binada yaşayırıq. Məsələn, mənim qapı qonşum Almandır, 4 ildir buradayıq və mən onun adını belə bilmirəm. Bir çox yerdə məktəb, kamp, bağça fərqi yoxdur. Uşağı hər gec götürdüyün dəqiqə üçün əlavə pul ödəyirsən. Məsələn, 1 dəqiqə gecikdinsə $1, 20 dəqiqə geciksən $20 ödəməli olursan. Amerikada bir çox insan, hətta düşündüyümüzdən də çox insan eyni vaxtda 2 və yaxud da 3 işdə çalışır. Ev kirayələyəndə mütləq öncədən depozit tələb eləyirlər. Bu $500,000 arası olur. Məsələn, biz evə daxil olanda $500 depozit qoymuşduq ki, bu evdən çıxanda özümüzə qaytarılacaq və bir çox yerlərdə bu depozit sadəcə olaraq özlərinə saxlanılır. Müxtəlif bəhanələrlə depoziti sənə qaytarmırlar.